Alqı-satqı obyekti olan sənədsiz ev tərəfləri üz-üzə qoyub. İndi evi alan onu sənədləşdirə bilmir, satan isə pulun tam ödənmədiyini iddia edir. Ev üstündə mübahisə Mingəçevirdə baş verib. Zemfira Əsgərova 3 il öncə aldığı həyətyanı sahəni sənədləşdirə bilmir. 2014-cü ildə təxminə Əliyevadan içində tikilisi olan 4 sot torpaq sahəsini 13 min manata alıb. Zemfira Əsgərova deyir ki, evin sənədi olmadığına görə ev sahibinə 8 min manat pul verərək sənədləşmə işlərini qaydaya salmasını istəyib. Biz getdik notariusa. Notariusa gedərkən gördüm ki, bu qadın deyir ki, mən heç bir sənədim yoxdur. Mən də ona 8 min pulu verdim, dedim al götür, get sənədləşdir, sonra da mənim adıma keçir. Demirsən yerdə qalan hissəni yavaş-yavaş ödəyərəm. Qadın mənim pulumu aldı. 3 aylıqda notariusda müqavilə bağladı. Notariusda 3 aylıq ödəniş müqaviləsi bağladıqdan sonra Zemfira Əsgərova aldığı mənzilə yerləşib. Şəraitsiz evin sənədlərini düzəldib öz adına keçirmək istədikdə isə problemlə qarşılaşıb. Bu gördüyünüz bu evi, hələ mən çox yerlərini bərpa eləmişəm. Nə ayaq yolu var oradadır, bax heç bir şərait. Krant burada heç bir görürsünüz ki, soyuq su belə gəlmir. Yəni heç bir şəraitsiz bu evi 13 minə mənə verdilər. Mən də yerdən qalan pulu qadına ödədim belə. Allah o mən bunlar onlar da onun əvəzinə heç bir qadından sənəd almadılar. Mən qaldım havada. Həyətyanı sahəni satan qadın isə Zemfira Əsgərovanın düzgün danışmadığını deyir. Təxminə Əliyeva həmin torpaq sahəsinin qiymətində 17 min manata, əgər sənədləşmə işini alan tərəf edərsə 13 minə razılaşdıqlarını iddia edir. Evin sənədi yoxdur, düzdür. Amma 17 minə danışmışdıq, demişdik ki, gələrsən, gedib alıb sənədi biz verərik. Bu da belə razılaş ki, məhkəmə dedi, gedin razılaşın, öz aranızda. Gəldik, dedi ki, 12-13 verirəm. Dedim, zərər yoxdur. Gətir, ver, licbi bizdən əl çək. Get sənəd özün al. Elə olub, çıxdı, getdi. Aradan indi 2 il keçibdi. O məhkəməyə yazır, bu məhkəməyə yazır. Bizdə çağırır, bizdə günah yoxdur. Razılaşmışıq, vermişik. Mütəxəssislər isə daşınmaz əmlakın alqı-satqısında sənədləşmənin qaydasında olmasının vacibliyini vurğulayırlar.